Və mövzu gəlib çatmışıq bu ayəyə. Şura surəsi 23-cü ayədir mövzumuz. Və biz bu ayədə toxunduq o mövzulara ki, Qul la əsəlukum aleyhi əcrən illəl-məvəddətə fil-qurba ayəsinə çatdıq. İlləl-məvəddətə fil-qurba. Peyğəmbər deyir ki, mən sizdən əhli beytimi sevməyinizi istəyirəm. Dünənki söhbətlərimizin nəticəsi bu oldu. Yəni, Quran-ı Kərim bizi yönəldir əhli beyti sevməyə və bu mövzunun nə qədər əhəmiyyətli olması haqqında istəyirəm danışım. İlk öncə bunu qeyd etmək istəyirəm, Oqtay mən. Mən dünəndim 5 dənə ayə deyəcəm. Bu dəfə deyirəm 8 dənə ayə deyəcəm. Ki, bu 8 ayə hamısı bir-biri ilə bağlıdır, hamısı biri digərini təfsir edir, əhl-i beytlə bağlı, maraqlı bir fikirlərə gəlib yetişəcək. Ki, elə inşallah diqqətlə qulaq asın və mən də başlayayım, bismillah. Neçə cür ayə gəlib bu mövzuda, neçə cür. Birinci ayə belədir. Peyğəmbər buyurur ki, mən sizdən heç nə istəmirəm. Heç nə. Özü üçün bir şey istəmir. Nəsə ummur. Xoşbəxt insandır. Azad insandır. Kimisə tərifinə, xoş sözünə, belə deyil, ehtiyaclı deyil. Bəzi insanlar o qədər belə məsələni özlərinə dərd edirlər. Falan kəs məsələn, komment yazmayanda qırğın düşür. Nə bilim, layiq eləməyəndə aləm deyir bir-birinə. Elə bil onlara gözləyir, elə onlara baxır, ömrünü orada keçirdir, o mövzularda. Peyğəmbər bu mənada gözləntisini sıfıra indirib. Sizdən heç istəmirəm. Qul la əsəlukum aleyhi əcrən. Bu ayə. Mən sizdən heç nə istəmirəm. Bu bir ayə. İkinci ayə. O demək deyil, heç kimdən heç nə istəmirəm. Sizdən heç nə istəmirəm. Amma ondan istəyirəm. Ayələr birbirini tamamlayır da. Birinci ayədə heç nə istəmirəm. Sonra digər ayədə buyurur ki, yox, istəyirəm, sizdən istəmirəm. Kimdən istəyirəm? Ünvandan istəyirəm. Rəbbimdən istəyirəm. İndi ondan nə istəyirəm? O öz yerində. Onun özünü istəyirəm. Nə istəyirəm? O qalıb mənə. İkinci ayədə deyir ki, yox, istəyirəm. Amma sizdən yox, ondan istəyirəm. Görürsünüz, nə maraqlı, ayələr bir-birinə danışır. Ayələr bir-birinə qəşəng söhbət edir. Ayəsini deyirəm sizə, in əcri illə aləllah. Mənim istəyim Allahdandır. Bu qədər zəhmət çəkdim, çalışdım, neynədim, neynəmədim. Ünvan, üzümü tutmuşam Allaha. Yəni, Peyğəmbər qədəri bəşəriyyətə fayda verən varmı? Düzdür, pik nöqtədədir də, zirvədədir. O şəxs deyir, sizdən heç istəmirəm. İstəyim ondandır. Bu bizə bir dənə mesajdır. Kimlərə əsasən mesajdır? Cəmiyyətin hidayəti üçün, səadəti üçün çalışan insanların şüarı bu olmalıdır. Mən sizdən bir şey istəmirəm. Çox rahatdır belə insan. Aramdır belə insan. Daha kimsə tənqidi ilə büdürəmir, yıxılmır, ruhdan düşmür. Hələ maşallah hərəkətindədir, gedir. Üçüncü ayə. Məsələ biraz dərinləşdi. Qardaşlarım, bacılarım, məsələ biraz dərinləşdi. Bilirsiniz nə var? Peyğəmbərdə elə sizdən də istəyirəm. Diqqətlə qulaqsına ziddiyyət yoxdur, səbirli olun. Elə sizdən də istəyirəm. Nə istəyirsən bizdən ya Rasulallah? Ailəmi sevin. Əhl-i beyti sevin. Ayə nədir? Qul la əsəlukum aleyhi əcrən illəl-məvəddətə fil-qurba. Elə sizdən də istəyirəm. Sevin mənim əhl-i beytim. Məhəbbətiniz olsun onlara. Eşqiniz olsun onlara. Yaxşı. Axı, nə oldu? Bəs deyirdin, heç nə istəmirəm. İndi məhəbbətdən danışırsan. Deyirsən, əhl-i beytimi sevin. Ziddiyyət olmadı. Birinci deyirsən, istəmirəm. İndi sən istəyirəm. İndi istəyirsən, yoxsa istəmirsən? Səbirli ol, tələsmə. Ayələrdə ziddiyyət yoxdur. Dərin baxanda ziddiyyət yoxdur. Bəs nə mənadadır bu? Mənası nədir bu? Səndən bir şey istəmirəm, düzdür öz yerində. Sonra deyir, səndən istəyim var. Nə istəyirəm? Əhl-i beytimi sevin. Bunun mənası budur ki, sənin üçün istəyirəm də, özüm üçün istəmirəm ki, bu əhl-i beyti sevməyi də.
Sən əhl-i beyti sevsən, mənə nə olacaq, sevməsən, mənə nə olacaq? Mən ki sənə deyirəm, heç nə istəmirəm, yəni özüm üçün bir şey istəmirəm. Mən ki sənə deyirəm, məhəbbət istəyirəm əhl-i beytimə qarşı, sənin üçün deyirəm. Elə bir dənə müəllim şagirddir. Şagird müəllimə deyir, nə qulluq? Müəllim deyir, sən nə üçün? Şagird deyir, sağ ol, getmək istəyəndə qapını açıb bayra çıxması, müəllim dayan. Deyir, bəli, səndən istəyin var. Deyir, nədir? Dərsləvi yaxşıq. İndi bir mənada istədi, bir mənada istəmədi. İstəmədi, özü üçün istəmədi. İstədi, kim üçün istədi? Tələbə üçün istədi, şagird üçün istədi. Yəni, bu dərsi oxumağın xeyri də sənədir də. Düzü səndən bir şey istədim, amma səni üçün istədim. Allah Teala da bu ayda buyurur ki, mən əlbəttə sizdən bir şey istəmirəm özüm üçün, amma sizi üçün istəyim var. İstədiyim sizin xeyrinizədir, ayəsini deyirəm sizə. Qul mə səəltukum min əcrin fəhvə ləkum. Nə istəyirəmsə siz üçün istəyirəm. Səni, Peyğəmbər səni, məni özü üçün istəmir. Elə səni üçün istəyir. Səni Allah üçün istəyir. Bu Peyğəmbərin baxışı. Yəni, əhl-i beytimi də sevin, ona görə deyir ki, xeyri özvədir. Yaxşı, burada biraz sual çıxır da, nədir mənə xeyri? Məsələn, ayələrlə danışıq. Keçdim 5-ci ayə. Demirsən, xeyri mənədir bu məhəbbətin. Ya Rəbbəl aləmin, xeyri mənədir. Başqa ayə. Buyurur ki, Qul ma əsəlukum əleyhi min əcrin İlla mən şəə ən yəttəxizə ilə Rabbihi səbila. Bu məhəbbətin xeyri sənə budur ki, bu məhəbbət Rəbbə gedən yoldur. Ayə deyə. Mən şəə ən yəttəxizə ilə Rabbihi səbila. Sənin üçün ki, mən nə istəmişdim, o məhəbbət. O məhəbbət Rəbbə gedən yoldur. Tohidə gedən yoldur. Ənə sıratül müstəqim, əmirül müminin deyir, mən sıratül müstəqiməm. Hərdən deyirlər, Əlidən niyə bu qədər danışırız, tohiddən danışın. Hələ bu imamət tohidə gedən yoldur da. Bu vəsilədir də hədəfə çatmağa. Mən bu vasitəsindən gedib orada çatıram da. Onları tapıram da. Onlar elə Allahın yer üzündə əsmasının təcəllisidir də. Başqa dilləndisi. Yaxşı. Görünən budur ki, ayə nə demək istəyir bizə? Çox maraqlı, incə məqamlardır. Ayə bizə başa salmaq istəyir ki, bu məhəbbət Rəbbə gedən yoldur. Bu məhəbbət yalnız emosiyadan və duyğudan ibarət deyil. Bu məhəbbət səni öz kamal yolunda və ilahi yolda hərəkətə gətirməlidir. Bir məhəbbət ki, məni hərəkətə gətirmir, boş bir şeydir. O deyir, sənə qoda çox istəyəm, orta bir şey yoxdur. Hərdən deyirlər, mənə belə istəm etsən. Bir məhəbbət ki, səni hərəkətə gətirəmir. Səni yerindən qalır. Ona görə hədisdə var, deyir, o kəslər ki, deyir, Allahı çox istəyirəm, gecə vaxtı qalxmır, mənlə danışmır, yalan deyir. Bu nə sevgidir ki, səni gecə ayağı qaldırmayıb? Bu nə məhəbbətdir bəs? Bu hansı eşqdir? Hansı eşqdən dəm vurursan sən? Ayə bizə deyir ki, bu eşq Rəbbə gedən yol olmalıdır. Bu eşq səni hərəkətə gətirməlidir. Bu eşq səni ilahi yolda durğuzmalı ayağa, Rəbbi və tərəf hərəkət eləməlisən. Xülasə, hələ ki 5 ayə. Sizdən əhl-i beytimə məhəbbət istəyirəm. Niyə istəyirsən? Çünki Rəbbə gedən yol budur, xət budur. Ayə, xət budur. Başqa yol, hara ilə gedirsən? Nəticə, bu yolu getmək, Rəbbə gedən yol sənin kamalındır. Ruhun yüksəlişidir, ucalmasıdır. Xülasə, bu yolu getmək onlara məhəbbət olmadan qeyri-mümkündür. Heç yan gəlib çatmayacaqsan. Eşqlə bu yolu gedə bilərsən. O eşq olmadan gəlib çata bilmirsən bir yerə. Ayələr bunu bizə deyir. Və məhəbbət bizə başa salır ki, bu ayə, məhəbbət hərəkətin və itaətin müqəddiməsidir. Məhəbbət olmalıdır ki, hərəkətə gələsən. Məhəbbət insanı ayağa qaldırır. Məhəbbət insanı şücaətdə edir. Məhəbbət qorxağı da şücaətdə edir. Bir alimlərdən biri bir maraqlı bir yazısı var, deyirdi ki, toyuq çox qorxaq heyvandır da, bir damcı üstünə gəlsən qaçır. Amma balası olanda, cüzə olanda, cüzənin üstünə gələ sütü şığıyır.
Niyə döyüşdü axı bu? Nə baş verdi? O cüzcəsinə olan o məhəbbət, instinkt olsa, onu o qədər şücaətdə elədi. Dəyişdi içini. Məhəbbət insanı bax dəyişir 180 dərəcə. Həyatın dəyişir. Məhəbbət hərəkətin müqəddiməsidir, itaətin müqəddiməsidir. Sevirsən sözünə qulaq asırsan. Yaxşı. Və məhəbbətin də yolu, məhəbbətdən sonra hərəkət gəlir. Məhəbbətdən öncə nə olmalıdır? Məhəbbət o necə yarana bilər? Bir nəfər tanımadığın bir insan necə sevə bilərsən onu? Məhəbbət mərifətdən qaynaqlanır. Məlumatdan qaynaqlanır. Tanımalısan ki, sevirsən. Tanımasan necə sevəcəksən ki? Məhəbbətin yolu mərifətdən keçir, məlumatdan keçir. Onların, yəni imamların, əhl-i beytin rəftarları ilə, əməlləri ilə, sözləri ilə, hədəfləri ilə gəlib tanış olasan. Elə ki, sözlərini, özlərini, hədəflərini, həyatlarını, rəftarlarını baxdun, tanış oldun, bu tanışlıq məhəbbət gətirir. Bu məhəbbət hərəkətə səbəb olur. Ona görə ayə bir deyir ki, məhəbbət istəyirəm, o birisi ayə deyir ki, bu məhəbbət Rəbbə gedən yoldur. İkisinə mesaj verir, yəni bu məhəbbət olan yerdə hərəkət də olacaq. Amma məhəbbətdən öncə mərifət lazım. Bu da bir söz. Özü biraz da ideoloji tərəfinə toxunaq. Peyğəmbər deyir ki, mənim risalətimin, zəhmətimin haqqı nədir? Əhl-i beytimi sevir. Peyğəmbər nə demək istəyir? Peyğəmbər demək istəyir ki, bu əhl-i beyt olan məhəbbət risalətin davam və bəqa rəmzidir. Əhl-i beyt olmasa, risalət sual altına gələcək. Peyğəmbər söz deyir axı, bu qədər ki, zəhmət çəkmişəm, nə istəyirəm sizdən? Bir şey. Dayandı bir dənə nöqtədə ya. Bu qədər sözlər deyib siz Allah, orucdan danışıb, namazdan danışıb, o qədər söhbət edib, nə qədər dəyərlərdən söhbət açıb. Gəldi, hara dayandı? Bir dənə nöqtədə dayandı. O kimdir? Bunları sevməlisiniz. Bu nəyin mesaj verir? Əhl-i beytin məhəbbəti Şama bənzəyir. O Şam olarsa, bütün dəyərlər pərvanə kimi o Şamın ətrafında fırlanacaq. Sovet dönəmində namaz getdi, o getdi, bu getdi, Hüseyn Əhl-i Beyt məhəbbəti qaldı, hər şey qayıtdı. Bir yerdə ki, Hüseyn Əhl-i Beyt məhəbbəti var. Orada dəyərlər nə olacaq? Pərvanə kimi fırlanacaq. Bir evdə ki, Əhl-i Beyt məhəbbəti var. Allah bu xalqa böyük neymət verir. Vallahi, həqiqətən. Bu xalqa böyük neymət verir. Əhl-i Beyt sevər xalqdır bu xalq. Şükür olsun. Çox şükür. Gözəl xalqdır bu xalq. Əhl-i Beyti sevirik. Sağ olsun o bizim analarımız, atalarımız, bizi Əhl-i Beytdən tanış edən analarımız, atalarımız. Həqiqətən, var olsunlar. Bu məhəbbət risalətin davam və bəqa rəmzidir. Əhl-i Beyt olmasa risalət də sual altına gelir. Bunun sübutu bir dənə də ayə deyim. Bunun haqqında geniş danışaraq gələcək söhbətlərdə. Ya əyyuhər rəsul, ya əyyuhər rəsul, balliq mə unzilə iləyk. Çatdır sənə deyiləni, Qədir-Xumdakı söhbət. Və in ləm təfəl fəmə bəlləxtə risalətəh. Bəlliq mə unzilə iləyki min Rabbik. Rəbbindən olanı çatdır. Əgər bunu çatdırmasın, risalətün natamam qalacaq. Natamam. Bunu etməsən, risalət natamamdır. İmamət mövzusu risalət qədər mühüm mövzudur. Balaca mövzu deyil. Əslində, Peyğəmbər özündən sonra bu ayə ilə xətt göstərir bizə. Qiyamətə qədər olan xətti göstərir bizə. Çox alternativlər olacaq, ümmət. Amma xət budur. Mən şəən yəttəxizə ilə Rəbbihi səbilə. Rəbbə gedən səbil budur ya, müğayət olun. Yaxşı. Yəni, yol budur. Yəni, dinin bütün məsələlərində, etiqadı, əxlaqı, əməli mövzularında mərcə bunlardır. Bunların qapısını döyün. Bunların qapısını döyün, bunların qapısına gedin. Ənə Mədinətul elm və əliyyum babuxa. Mən elmin şəhəriyəm. Qapı kimdir? Bunlardır qapı. Bu qapını döyün. Bu qapını döyün gün içəri. 5 dənə ayə bu, 6-cı ayə. Mən ki, sizdən əhl-i beytimə məhəbbət istədim. Ay cəmaat, bu məhəbbətlə sizi yükləmədim ha. O ali insanlar sizin ruhunuza yad deyil ha.
fitrətinizin və ruhunuzun axtardığı insanlardır. Əslində içimizdə onlara qarşı məhəbbət var. Xətiblər gəlir, onların adını çəkir, tanış eləyir. Fikir versən, biraz İmam Hüseyndən danışan kimi, elə bir ki, neçə ildir tanıyırsan onu. Düzdür. Adam biraz oturur, biz belə olub da qısa zamanda tanış olmuşuq, amma illərdir tanış olmuşuq. İllər nə deyə, zərr aləmindən bura qədər. Orada bizə Allah Taala içimizdə bir kamala qarşı məhəbbət qoyub, gözəlliyə qarşı eşq qoyub. Bunlar da kamilliyin nümunələridir. Bunlar da gözəlliyin təcəssümüdür. Hələ deyən kimi adama eşq gətirir, sevirsən. Məsələn, bir dənə maraqlı söz deyim. İmamların dönəmi, Əl-İslam dönəmindən çox maraqlıdır. Əl-İslam dönəmində o Əl-İslam sevənlərdən bir qisminin xüsusiyyəti bir nə idi? Övladlar ki, məsələn, gəlir çatırdı 1 yaşa, indi hələ balaca uşaq idilər da, tutaq ki, 6 yaş, 7 yaş. Hələ Əl-İslamı tanımayıblar, görməyiblər. Baxarmışlar uşaqlarına, deyərmişlər, görürsən, bunun aqibəti necədir? Ümidim bilmirəm. Necə olacaq bu uşağın aqibəti? Bilirsiniz necə rahatlaşırmışlar, uşağın əlindən tuturmuşlar. Bəzi o ərəblər. Gətirirmişlər yola, bir yerə. Gözləyirmişlər Əl-İslam oradan keçsin. Əl-İslam oradan keçən kimi uşağı göstərilmişdir, o kəsi görürsən, o da birinci dəfə də görür. Deyirmiş uşaq ki, bəli. Deyir, bala, nə təəssürat? Uşaq deyir, qayıdıb deyərmiş ki, ata çox xoş təəssürat bağışla deyə mənə. Bunu deyir, xoş olsun o insanların halına ki, Əl-İslamın adı gələndə, qəlblərində xüsusi bir məhəbbət yaranır. İstənmir Əlinin adını işləndə. Narahat olmur. Dəyişmir uzun başqa söhbət elə. Dəyişmir uzun Allahdan danış. Elə Əl-İslam Allaha gedən yoldur da. Bəzi vaxtlar insanların dərdi o deyil Allah. Dərdi bu birisidir. Mənə Əlidən danışma. Onu istəmir. Ayəsini deyirəm sizə. Ey cəmaat, mən ki sizdən əhl-i beytimə qarşı məhəbbət istədim. Bu məhəbbətlə sizi yükləməmişəm ha. Bu ali insanlar sizin ruhunuza yad deyil ha. Fitrətinizin, ruhunuzun axtardığı insanlardır. Ayə. Qul ma əsəlukum əleyhi min əcrin və ma ənə minəl mütəkəllifin. Bu ki sizi istəmişəm, çətinliyə salmamışam sizi. Hələ istədiyiniz bir şey sizə vermişəm. Digər 7-ci ayə. Asası yekunlaşıram, biraz çox atdımsa bağışlayın. Allah əhl-i beytin məhəbbətindən danışa nə dedi? Dedi, Rəbbə gedən yoldur. Düz? 1. Eyni zamanda Allah Quran-ı Kərimdən danışır, Quranda. Deyir, Quran da Allaha gedən yoldur. İnnə hazihi təzkirətun fəmən şa ittəxəzə ilə Rabbihi səbila. Quran-ı Kərim nədir? Səbildir. Biz əhl-i beytin məhəbbəti nədir? Mən şaən yəttəxizə ilə Rəbbihi səbila. Səbil nədir? Yol. Quran da yoldur, Əhl-i Beyt də yoldur. Bunlar ziddiyyət təşkil edir, Oqtay müəllim. Qətiyyən. Bunlar ziddiyyət təşkil edir. Əksinə biri digərini tamamlayır. Biri kitabdır, digəri həmən kitabın müəllimləri. Biri Qurandır, biri canlı Qurandır. Biri səmadan enən müqəddəs kitab vəhidir, digəri isə o kitabın tərcümanı bəyan eləyəlidir. Biri natiqdir, biri samitdir. Bunlar ikisi birlikdə yoldur, Rəbbə gedən yoldur. Quran deyir. Mən 2 dənə əhl-i sünnə mənbəsindən, məşhur mənbənə hədis deyirəmsə, nəticə alırıq artıq. Əlhəmdülillah. Görün, nə qəşəng Quran bizi ilə danışıb. Necə əhl-i beytin yolunu bizə göstərib. Bir hədis isə deyirəm Müslimdən. Fəzailus Səhabə adlı bölməsində səhifə 1043, hədis 2408. Peyğəmbər buyurdu, Ənə tarikun fikumus səqələyn. 2 dənə ağır yük qoyub gəlirəm, əmanət qoyub gəlirəm. Əvvəluhuma kitabullah. Birincisi kitabdır. Fihil huda və nur. O kitabda hidayət var və nur var. Davamı var hədisin. Sonra gəlir çatır. İkincisi nədir? Və əhl-i beyt. İkisi də səbildir. Sonra deyir ki, siz müğayət olun əhl-i beytlə. 3 dəfə deyir. Tapşırıram sizə əhl-i beytimi. Xatırladıram sizə əhl-i beytimi. İkinci hədis, Tirmizi, cild 5, siz ki, bunları bilirsiniz, nə qədər məşhurdur. Tirmizi, cild 5, səhifə 662, hədisə baxın. Ya əyyuhən nas, inni qad tərəqtu fikum, ma in əxəstum bih, lən tədillu.
Mən 2 dənə əmanət qoyub gedirəm. Əgər bunlardan tutsuz yolu azmazsınız. Lən tədillu. Zəlalətə getməzsiniz. Və lə zallin. 2 dənə bu əmanətdən yapışsız, azmazsınız. Hansılardır? Kitab və itrət. Yaxşı. Bu da ikinci hədis. Deməli, həm Quran, həm Əhl-i Beyt yoldur, səbilullahdır. Biz qədriyyəsini inirik, Quranı gətiririk, qoyuruq başımıza, 14 də məsumun adını çəkirik. Bunu o qədər çətinləşdirmək lazım deyil, Qurana əməl edirik. Bunlar ikisi də yoldur, Rəbbə gedən yoldur. Biri kitabdır, biri müəllimdir. Sanki Allah istəyir deyək ki, ya Rəbbəl aləmin, biz bunların ikisindən də istəyirik möhkəm yapışaq. Biz bilirik ki, bunları bir-birindən ayırsaq, həsbuna kitabullah desək, kitab bizə kifayət edir, bəlasını çəkəcək. Biz bilirik ki, ya Rəbbəl aləmin, bizə Quran yetər, hədis lazımdır desək, lazım deyil desək, dinimiz təhrif olub aradan yiyəcək. Biz bilirik ki, bunlar ikisi bir yerdədir. Ona görə Quran başımızdadır, 14 məsum adını çəkirik. Bu Quran-ı Kərimə ayəl edirik. 8-ci sonuncu ayə və la təttəbiyyus subul. Fətəfərrəqə bikum ən səbili. Başqa yollara getməyin. Və la təttəbiyyus subul. Başqa yollara getməyin. O qədər yol göstərəcəklər sənə ki. Nə olacaq? Fətəfərrəqə bikum ən səbili. Başqa yollara üstsə mənim yolumdan çıxarsa. Hansı yolda o yol? Quran məntiqinə görə. Quran və Əhl-i Beyt. İkisi bir yerdə. Hələ sabahda davam edəcəyik. Deməli, nəticələr aldıq, əlhəmdülillah ki, bu 8 dənə ayəni qoyun bir yerə. Nəticələr aldıq ki, Əhl-i Beytin məhəbbəti Rəbbə gedən yoldur Quran-ı Kərimdən birgə. Allah bizim Allah hayırlısı almasın bizi, həqiqətən də. Elhamdülillah.